Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyent izləyicilərimiz. Hər birinizi xoş gördük. Fes Akademi Tarix üzrə təlimçi Gülnar Mirzəyeva yenidən 30 sualdan ibarət möhtəşəm bir sınağın izahı ilə sizin qarşınızdayıq. Buyurun, izləyin, faydalanın. Videonu bəyənib kanala abunə olmağı da unutmayın. İlk sualımız: Alban hökmdarı Cavanşir hakimiyyət ili 642-681 ərəblərə qarşı müttəfiq olduğu dövləti müəyyən edin. Deməli, Cavanşir 654-cü ildə ərəblərə qarşı Bizans imperiyası ilə görüşür. Xəritədə 3 rəqəmi ilə işarələnib. Bizansın xəritədə yerini tanıyaq. 2. Xüsusiyyətlərin aid olduğu dövlətləri müəyyən edin. Baxın, ərəb mənşəli sülalə tərəfindən əsasının qoyulması, bəli, Səlcuqlar tərəfindən asılı hala salınması və Muğanın tabe edilməsi həm Rəvvadilər, həm Şirvanşahlar üçün oxşar cəhət olacaq. Sual 3. Daha əvvəl baş vermişdir. Monqolların onun çayı sahilində qurultay çağırması 1206. Ərəb xilafətində Abbasilər sülaləsinin hakimiyyətə gəlməsi 750. Qəznəli dövlətinin süquta uğraması 1187. Böyük Karlın Roma papası tərəfindən imperator elan edilməsi 800. Alp Arslanın Qaraxanlı torpaqlarına yürüş etməsi 1072 və eyni ildə vəfat edir. Yəni gedib Qaraxanlı torpaqlarına daxil ola bilmir. Burada daha əvvəl baş verən hansıdır? Böyük Karlın, daha doğrusu Abbasilər sülaləsinin hakimiyyətə gəlməsi, bəli, 750. B variantını işarə edirik. 4. Atropatena dövlətinə aid bir sual 3-cü əsr tarixi üçün xarakterikdir. Deməli, 227 Sasani dövlətinə qatılmasını götürürük. 5. 14-cü əsrin 80-ci illərində Toxtamış xanın Azərbaycanı tərk etməsinə səbəb nədir? Qızıl Orda xanı Canı bəyin vəfat etməsi xeyir. Üveysin Təbrizə daxil olması yox. Burada Əmir Teymurun yürüşə başlaması 1386. D variantı doğru olacaq. 6. Səbəb-nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Deməli, baxırıq, burada Hüseyin Bayqaranın varislərinin Şah İsmayıla qarşı Şah İsmayıla sığınması, Şeybanilərlə Səfəvilər arasında müharibə baş verməsi. Deməli, Hüseyin Bayqaranın varisləri İsmayıla sığındığı üçün Şeybanilər 1510-cu ildə Mərv döyüşündə Səfəvilərlə toqquşmuş olur. Yəni, bir doğrudur. Kürşad üsyanı ilə Göytürk iki yerə parçalanmayıb, yanlışdır. Qəznəlilərin Dəndənkan döyüşündə məğlub olması, bəli, Xorasan bütünlüklə Səlcuqların hakimiyyəti altına düşür. Əmir Teymurun Dehli sultanlığını tabe etməsi Xələclərin hakimiyyəti başa çatmır. Böcü Xaqanın manəçilik dini qəbul etməsi Uyğurların döyüş ruhunun aşağı düşməsinə səbəb olur. Yəni 1-3-5 A variantı doğru olacaq. 7. Eylerven diaqramı, Hülakülər, Cəlairilər və Qaraqoyunlular. Deməli, Əsəd döyüşündə məğlub olması. 2 A-nı yazıram. Azərbaycanda Teymurlərin hakimiyyətinə son qoyan kimdir? Qara Yusif. 1408 Sarıdurud döyüşü. 3-ə B-ni yazdım. 14-cü əsrin əvvəllərində, yəni 1303 fərmanı ilə kəndləri təhkimli eləyir Qazan xan. 1-ə C-ni yazdıq. Marağa şəhərinin paytaxta çevrilməsi Hülakülərdədir. Bəli. Şirvanşahlar dövlətinin tabe edilməsi 3-ünə də aid xüsusiyyətdir. Yəni 4-ə Y yazıram. 1-ə C-dir. 2-yə A. Bax, Y variantı doğru olacaq. 8. İbtidai icma quruluşuna aid bir sual belə yaxınlaşdırım. Siklopik tikililərə aid deyil. Deməli, əhalinin oturaq həyata keçməsinə bu tikililər səbəb deyil. Digər variantlar da aid olduğuna görə baxmaq lazımdır. Son Tunc ilk dəmir dövründə inşa edilib, yadelli hücumu zamanı müdafiə yerinə yetirir.
və yaxud da ticarət yollarında, yaylaqlarda da inşa edilir. Köçmə maldarları və tacirləri yağışdan, qardan, günəş şüalarından qoruyur. Bəli. 9. Məntiqi ardıcıllığı tamamlayın. İngiltərənin kralın özünü papanın vassalı elan etməsi, iri feodallar, cəngavərlər və şəhərlər üsyana hazırlaşır və böyük azadlıqlar xartiyası imzalanır. 1215. Onda xəritə sualıdır. İşarələnmiş dövlətlə bağlı doğru fikirləri istəyir. Məziyyətlər kimi tanınan deyil, Beyləqanda baş vermiş qiyama qarşı Slavyanları, bəli, Şəddadilər dövlətini görürük xəritədə. B variantı 1030-da Beyləqanda üsyan baş verir və Slavyanları köməyə çağırır. Səlcuq dövləti ilə, bəli, Bizansa qarşı 1048-də müqavilə bağlayır. İlləri qarşısında qeyd edim. Beyləqan qiyamı 1030, Səlcuqlarla 1048 və Alparslan tərəfindən süquta uğraması deyil, Şirvanşahlarla qohumluq əlaqəsi saxlayıb. Fəzil Məhəmmədin dövründə 1-3-5 A variantı düzgün olacaq. Sual 11-ə baxaq. İraq Səlcuq Sultanı Mahmudun Şirvana yürüşü nəticəsində Səlcuqlar məğlub olaraq geri çəkildilər. Bəli, 1123. 12. İmperator Yusiniyanın işğalçılıq siyasətinə Şimali Afrikadakı Vandal krallığı ilə başlayır. Daha sonra İtaliyadakı Ostkot və İspaniyanın cənubi şərq ərazilərini ələ keçirir və Yusiniyan imperiyanın ərazisini 2 dəfə artırmış olur. İşğalçılıq siyasətində əsas məqsəd nədir? Qədim Roma imperiyasının sərhədlərini bərpa etmək. Bəli, C variantı. Sual 13. Uyğunluq gözlənilmişdir. İbrahim Kür çayı sahilində qara qoyunları xeyir. Hülakülər dövlətinə son qoymuşdur. Qızıl Orda, bəli, B variant düzgündür. 1357. B variantı düzgündür. Sual 14. Məziyyətlər sülaləsindən fərqli olaraq Kəsranilər sülaləsinə aiddir. Məziyyətlər 1861-1027 və Kəsranilər 1027-1382. Baxırıq. Şirvanşahlar dövləti Slavyanların hücumuna məruz qalmışdır. Bərdədə yarım müstəqil feodal dövlət yaradılmışdı. Paytaxtı Şamaxı şəhərinə köçürülür. Dərbənd Dəmirlə mübarizə, Xarəzmşah Şirvanı asılı hala salır. Xarəzmşahın Şirvanı asılı hala salması 1327. Daha sonra Slavyanların hücumuna məruz qalması demək olar ki, oxşar cəhətdir, fərqli deyil. Bərdədə yarım müstəqil feodal dövlət bu dövlətə aid deyil. Şamaxı şəhəri 918 məziyyətlərin dövründədir. Deməli, burada 1327 Xarəzmşahın hücumuna məruz qalmasını təyin etməlisiniz. Sual 15. Ramzesin geniş quruculuq işləri aparmasına şərait yaratmışdır. Təbii ki, burada Kadeş müqaviləsindən sonra Misirin iqtisadi cəhətdən deməli inkişaf etməsi eradan əvvəl 1286. 16-ya baxaq. Hülakülər hökmdarı Qazan xanın fəaliyyəti üçün səciyyəvidir. Köçəri əmirlərin qaldırdıqları qiyamı bəli, yatırdır. Digər variantlar isə düzgün deyil. Deməli, bunun hakimiyyət dövrünə qarşı hökmdarın qiyam qalxır. Köçəri əmirlər tərəfindən Qazan xan həmən qiyamları yatırdır. 17. Bir cədvəl sualıdır. Xronoloji ardıcıllığa aid hadisələrin yerlərini elə dəyişməliyik ki, ardıcıllıq düzgün olsun. Məsələn, Kalka döyüşü yazıram 1223, siz də qeyd eləyin. Qaraqorum qurultayı 1335, İlk parlament 1265,
Konstantinopoldan qovulmaları 61 və Gelibolu 1354. Burada yeri dəyişilir 3-dən 4-ün. Və 18 Manna hökmdarı Azaya aiddir. Urartu tərəfinə keçmiş canişinlərlə döyüşdə bəli, öldürülüb. 19 Xaçlı yürüşünün nəticələri. Avropalılar ilk dəfə kağız barıtla tanış olur, xristian kilsəsi 2 yerə parçalanır. Bizans Aralıq dənizində ticari üstünlüyünü itirir. 3 burada düzgündür. Kilsənin dövlət işlərinə təsiri güclənir, yox. 1-3 D variantı. Barıtla, kağızla tanış olurlar. Və Bizans müstəqilliyini itirir. Qazansa da əvvəlki qüdrətinə qayıda bilmir. Üstünlük keçir Venesiyanın əlinə. 20. İbrahimin Əmir Teymurla ittifaqa üstünlük verməsinin səbəbi. Situasiya kimi daha çox düşə bilər. Toxtamış xanın Şirvana yaxın təhlükə hesab olunması, buna görə İbrahimlə ittifaq yaradır. Bilir, uzaq təhlükədir. 21. Bəli, memarlıq abidəsi haqqında bildiyimiz kimi qəbulda bir sualımız mütləq memarlıq abidələri haqqında olacaq. Əcəmi Əbubəkir oğlunun Naxçıvanda inşa etdiyi memarlıq abidələrinin sırasını tamamlayın. Deməli, burada 1 və 4. Yusif İbn Cüseyr məqbərəsi, Memnə xatun türbəsi 12-ci əsrdə memar Əcəminin mühəndislər şeyxinin adı ilə bağlıdır. Deməli, 1 ilə 4 Y variantı. Sual 22. Böyük Hun dövləti Uyğur xaqanlığı oxşar cəhət. Deməli, baxırıq burada. Burada hər iki dövlət üçün oxşar cəhət 1, 4, 5. Yəni, Çinin ticarət yolları nəzarət altına alınması, Çin imperatoru xərac ödəməyə cəlb edilir və Tibet tayfalarla mübarizə həm Hun, həm Uyğur dövləti üçün oxşar cəhətdə mütləq qeydlərinizi alın. 23. Gürcü çarı 4-cü Davidin Şirvanşahlarla müttəfiq olmaqdan məqsədi nədir? Azərbaycan təbii ki, qəsbkarlıq planı var. Qərb torpaqlarını ələ keçirmək. Səlcuq türklərini Qafqazdan sıxışdırıb çıxarmaq 1-4. Amma Məncühür bunu düzgün qiymətləndirə bilmir və gürcülərlə yaxınlaşır. İzahın sonuna yaxınlaşırıq. 24 xəritə sualıdır. Bəli, belə bir şey. Türk mənşəli sülalə tərəfinə əsası qoyulub. Xarəzmşah Cəlaləddinə sığınacaq verib. Söhbət el tutmuşdan gedir. Bəli, Monqolların hücumuna məruz qalıb Hindistanda yaranan Dehli. Gördüyünüz kimi Hindistan da yarımadadır. Yerləşdiyi yeri işarələdim. Xronji ardıcıllıq. Baxın, Monqolların ikinci yürüşünün başa çatması. İkinci yürüşü. 1239. Bəli. Dərbəndilər hakimiyyətə gəlməsi 1382 yazaq. Teymurilərlə Herat barışığı 1459. Tiflis müsəlman əmrinin ləğvidi 1121. Ardıcıllıq olacaq 4, 1, 2, 3. 4, 1, 2, 3. Bəli. 26. Teymurun yürüşlərində iqtisadi məqsədlər. Paytaxt Herat şəhərini sənətkarlıq, ticarət mərkəzinə çevirmək, Avropa ölkələri ilə birbaşa ticari əlaqələr yaratmaq, deməli, Mərkəzi Asiyanın işğalını başa çatdırmaq, Avropa-Asiya ticarətində Səmərqəndin rolunu artırmaq. Teymur yürüşlərində Avropa ölkələri ilə birbaşa ticari əlaqələrini inkişaf etdirmək, yaratmaq, deməli, Avropa-Asiya ticarətində Səmərqəndin rolunu artırmaq məsələsinə xüsusi fikir verirdi. Yəni 2 və 4. 27. Fəzil, Qızlarslan, Axsitan. Burada Şəddadi hökmdarını görürük. Daha sonra Səlcuqlu və Şirvan. Baxaq. Burada Şəddadi və Şirvan. Paytaxtın Şamaxıdan Bakıya köçürülməsi. Təbii ki, Axsitan adı ilə bağlıdır. 1,
2, 3, 3-ə A. Beyləqanı Şəddadilər dövlətinə birləşdirir Fəzil 1-ə B. Mərkəzi hakimiyyətinə qarşı qiyam yatırtmaqda Gürcü çarına kömək edir Axistan 3-ə C. Xudafərin körpüsü Fəzil Məhəmməd 1-ə D. Və Həmədan döyüşündə İraq Səlcuq Sultanı, yəni 3-cü Toğrulu 1190. Qızıl Arslan nə edir? Məğlubiyyətə uğradır. 1-ə B-dir, 2-yə Y və 3-ə A, C. İndi isə situasiya sualımıza baxaq. Sizə təqdim olunmuş mənbəni diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək aşağıdakı tapşırıqları cavab kağızında yerinə yetirin. Baxaq. Dəndənəçan döyüşündə 1040 Səlcuqlar Qəznəli ordusunu məğlubiyyətə uğradırlar. Toğrul Sultan Məsudu Məv şəhərini fəth edirlər və Səlcuqlar bu döyüşdən bir ay sonra Toğrul bəyin istədiyi kimi böyük bir qurultay çağırırlar. Burada Səlcuqlar yeni ərazilər ələ keçirməkdir, xüsusilə qərbə və şərqə səfərlərə çıxmağı qərar aldılar. Qurultayda Toğrul bəy sultan elan edildi. Bəli. Daha sonra Səlcuq dövlətin paytaxtı Rey şəhərinə köçürülür 1043 və verilmiş suallara baxaq. Deyir, haqqında bəhs olunmuş qurultay hansı şəhərdə keçirilib? 1040 Məv qurultayı. Bəli. Toğrul bəyin yürüşləri yaxın məsafədən idarə etmək üçün keçirdiyi inzibati islahat paytaxtın Nişapurdan Reyə köçürülməsi 1043 və haqqında bəhs olunan qurultayda alınmış qərara əsasən Səlcuqların yürüş etdiyi ərazilərdən üçünün adını yazın. Cənubi Qafqaz, İran, Bizans, məsələn bizdə Şəddadilər, Rəvvadilər və bəli, Rəvvadilər, Şəddadilər, Şirvanşahlar dövləti mövcud idi Səlcuq yürüşləri zamanı. Bəli, dəyərli abitentlər, izahın davamlı olması üçün videonu bəyənib rəy yazmağı unutmayın. Suallar haqqında anlaşılmayan nə varsa rəy bölməsində gözləyirəm. Yaxınlaşmaqda olan blok imtahanında da hər birinizə çoxlu uğurlar arzulayıram. Həyəcanlanmayın, çoxlu test yazın. Test səhvlərinizlə daha diqqətli maraqlanın və hər şey yaxşı olacaq. Unutmayın, uğura gedən yol Face Akademiyadan keçir. Menecer nömrəmiz 055 527 25 99. Hər birinizə uğurlar.